Salam, bugün bazar günüdür və biz uşaqlarla qərara gəldik ki, birlikdə gün keçirək. Seçimimiz isə həmişəki kimi, düzdür, həmişə fərqli-fərqli yerlər seçirik. Bu dəfə isə dəfələrlə getdiyimiz yer, yəni ki, Passaj. Bu Passajda əl əmək yarmarkası, festivallar keçirilir. Bu dəfəki festival payız festivalıdır və biz keçirik içəri daxil oluruq. Payız konsertində qəşəng hazırlanmışdır, yeri gəlmişkən qeyd edim. Biz dəfələrlə iştirak etməyimizə rəğmən hər dəfə də sevə-sevə gedirik. Uşaqlar burada əl əmək işlərinə baxırlar. Çox da qəşəngdir. Uşaqlarla baxım, mən özüm də çox xoşlayıram həqiqətən. Baxın, burada ətirli şamlar, sonra əl hazırlanmış muncuqlar, seplər, necə deyim, aksesuarlar hazırlanır. Sonra baxın, burada uşaqlar çox bəyənir. Mənim qızım Nihan həqiqətən çox bəyənir bu əl işlərini. Sonra master klasslar keçirilir burada. Uşaqlar rəngləmə, boyama əl işləri görürlər. Sonra hədiyyələr olunur. Burada isə tam çox qəşəng sevdiyim bir konseptdir. Əsl payız havasına uyğun. Bunlar ətirli güllər, şamlar. Həqiqətən çox qəşəngdir. Bol-bol müştərilər arzulayıram. Bunlar əllə toxunulmuş oyuncaqlardır. Yumuşaqdır, çox qəşəngdir. Həqiqətən çox şirindir. Siz də gedib bəyənəcəyinizə əminəm. Bunlar əl işi stəkanlardır. Bizim milli ornamentlərlə olan armud stəkan. Yenə də oyuncaqlar bölməsi. Burada uşaqlar nə isə müzakirə edirlər. Deyəsən çox xoşlarına gəlib. Bu isə mənim də çox bunu bəyəndim. Ətirli, vanil qoxulu, darçınlı sabunlar idi. Burada isə Bəhram Bağırzadənin kitab köşəsi var. Uşaqlar öz kitablarını seçdilər, hətta şəkil çəkdirdilər. Burada isə Agil öz amplasında rəqsə davam edir. DJ-in deyəsən seçimi Agilin çox xoşuna gəlib. Eynən Nihanın, Ayşəgülün. Təşəkkürlər həqiqətən hər şey üçün, Passaj və sərgiyə qatılan hər kəsə. Burada isə əllə hazırlanmış evdə bişmə şirniyyatlardır. Dietik şirniyyatlar var. Sonra evdə hazırlanmış. Burada isə Agil tərəddüd edir. Çünki Agil acı sevmir. Mən isə çiğ köftəni sevdiyim üçün yaxınlaşmışam. Hələlik növbəti videoda görüşənədək. Sağ olun.